Əmi yəni necə qıya bilər? Biz qardaşın, öz əmisi, öz qardaşı balasın hansı şəkildə necə qıya bilər? Yəni bu insana yaraşan bir şey deyil. Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 14 və 15 yaşlı qardaşı, qızı və oğluna hücum edib. Əmi azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirib. Yaralılar Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hadisəni valla biz yolda eşitdik, bu hadisə baş verir. Uşaqlar, yəni kəndimizin, gözümüzün qabağında böyüyən uşaqlardır. Çox qanacaqlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Sadəcə olaraq, yəni görcüməm şok içindədir. Əmi yəni necə qıya bilər? Biz qardaşın, öz əmisi, öz qardaşı balasın hansı şəkildə necə qıya bilər? Yəni bu insana yaraşan bir şey deyil. Durmuşdum yolda, belə gördük, uşaqlar qaçışa getdi, gördük, baltı ilə doğrayıb, uşağın beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Qız uşağı dünyasını dəyişdi, oğlan uşağı da beyin travmasından sümük qırığı əşkar olunub. Beləncə alsa, beləncə öz əmisi, öz qardaş uşaqların qətlə yetirir. Əmisi tərəfindən balta xəsarətləri alan Həqiqət Nağıyeva göstərilən tibbi yardımlara baxmayaraq Cəlilabad rayon mərkəzi xəstəxanasında vəfat edib. 01.02.2026-cı tarix saat 17 aralığında rayon mərkəzi xəstəxanasına xəsarət alma ilə 2 xəstə, biri qadın, biri kişi olmaqla daxil olmuşdur. Onlara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində müvafiq yardım göstərilmiş, əməliyyat aparılmış. Hər iki xəstədə çoxsaylı, bədənin çoxsaylı yaraları təyin edilmişdir. Xəstələr yardımdan sonra reanimasiya şöbəsinə verilmişdir. Reanimasiya şöbəsində xəstələrə göstərdiyimiz bütün yardımlara və müalicəyə baxmayaraq xəstələrdən birində, qadın cinsi şəxsdə ölüm faktı qeydə alınmışdır. Yeniyetmənin meyti müvafiq ekspertiza tədbirlərinin aparılması üçün rayon morquna təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Əli Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır.